Ateistlər şübhə gətirirlər ki, din gəlməsəydi sən bilməyəcəydin ki, bu yaxşıdır, pisdir. İnsanın vicdanı olmalıdır. Bəli. Bəzi haramlar və bəzi xəbərlər fitridir. Allah təala o insanın fitrətində yarar. Bəzilər var ki, elmidir, onu öyrənməlisən. Ona görə mən həmişə deistlərə, ateistlərə sual verirəm. Birdən biri gəlib sənin qabağında otursa, sən də məsələn ananla və ya həyat yoldaşınla parkda oturmursan. Və bacın və ailə. Biri gəlib bir qızla səfeh bir hərəkət eləsə sizin qabağınızda. Sən onu necə qadağan edəcəksən? Necə edəcəksən ki, qadağandır o? Sənin dinin yox, sənin Rəbbin yox. Bilmirsən nəyi halal eləyib, nəyi nətər deyəsən, qardaş, bunu burada eləmə, gəl o tərəfdə elə. Deyir ki, vicdanla. Deyəsən, onun vicdanı da belə istəyir də. Sənin vicdanın belə qəbul eləmir bunu. Amma o vicdanı qəbul eləyir. Dəlilləri vicdandır. Yəni, okean o tərəfində vicdan yoxdur, məsələn, Amerikada. Getdin o tərəfə da çöldür. Elə mənə burada 2000 km Moskvanı bilirəm. Çox uzağa gelmək lazımdır. Sən ona necə deyə bilərsən ki, qardaş, örfümüz, adətimiz, millətimiz, nə bilim, cəmiyyətimiz, deyəm, sənin cəmiyyətimdə, mənim cəmiyyətim belə. Sənin ağlın belə, mənim ağlım belə. Sənin vicdanın qəbul eləmək, mənim vicdanım qəbul edib bunu burada eləmək. Sən ona qadağa qoya bilməyəcəksən. Amma sən Allah və Rasulunla, dinlə qadağa qoya bilərsən. Ona öz dinində. Çünki Tevratda və İncildə də var bunlar. Aydındır. Heç nə yoxdur. Allah mənə, deyirsiniz qardaşlarım, bu deist və ateist fikirlərinin yaranma səbəbi, əsas, mən günahı rahat edeyim deməkdir. Çünki hər bir müsəlman, hər bir mömin, hər bir cahil qəlbində Allah və Rasul, hətta kafir, günah edib, günahın ləzzətindən soğuyandan sonra məni yaradan qabağında səhv elədim deyə bir fikir gəlir. O günahın ləzzətini tam dada bilmir. Ateistlə deist deyir ki, bu ləzzəti də qaçırtmayım. İnkar eləyir, heç kimin qabağında sorğu-sual olmayacam, heç mən belə də yoxdur. Seçtin, yəni rahatda özünü belə deyə də yalana göpa inandırır. Aydındır. Lakin səfehdir. Ağıldan naqisdir. Elhamdülillah. Biz ağılla və məntiqlə də oradan üstünük. Ona görə də əgər onlar deyən olsa biz heç nə etmirik. Birdən öləndən sonra heç nə olmasa, elə apardı tulladı, heç nə olmadı. Biz heç nə etmirik. Birdən də yaşadıq normal, yedi içdik halaldan, öldük getdik. Amma birdən biz deyən olsa, siz baxdınız. Hətta ağılla. Yəni, hətta ağılla belə biz deyən olsa, siz deyən olsa heç nə olmaz. Yəni, elə şey olmaz ha. Biz ona küfür sayırıq. Etiqadım, lakin ağıl məntiqlə. Mən heç nə etmirəm, amma mən deyən olsa sənin vəziyyətin yaxşı olmayacaq. Ona görə Yahudi, müsəlman, xristiyan olur. Müsəlman deyib ki, xristiyana bax, əgər İsa'ya inanmaq cənnətə aparırsa, mən İsa'ya inanıram, cənnətə gedəcəm. Yahudi, əgər Musa'ya inanmaq cənnətə aparırsan, mən Musa'ya da iman eləmişəm. Birdən Muhammedə iman eləmək sallallahu aleyhi ve sellem cənnətə aparırsa, siz ikimiz də qaldınız. Offside. Yəni, gedəməyəsiniz cənnətə. Ona görə ağılla da biz deyən düzdür. Hətta ağılla da. Hələ mən daha şəriət və s. Bəli.